Bəziləri olur, müsəlman qardaşına YouTube'da biri o birisinə, o birisi birisinə sən kafirsən, sən müşriksən, sən münafiqsən, bir-birini təkfir edirlər. Qardaşlar, subhanallah, siz, vallahi siz İslam'a daha da nifrəti artırırsınız. Vallahi müsəlman olmaq istəyən, İslamı öyrənmək istəyən, İslamı qəbul etmək insanlara siz nümunə olmalısınız, nümunə. Siz nümunə olmalısınız. Sizlər isə nümunə olmaq bir yana, siz İslam'a nifrəti daha da artırırsınız. Vallahi Resulullah sallallahu aleyhi ve sellem rəhmət peyğəmbəridir. Hətta neçə hədisində, neçə hadisədə o, ya Rabbi, onlar bilmirlər, onları bağışla, onlar bilmirlər, anlamırlar deyə dua edib. Siz isə deyirsiniz ki, kafirə dua etmək olmaz, nə bilim, müşrikə dua etmək olmaz, o birisi qardaş, kimin kim olduğunu Allah subhanahu ta'aladan başqa heç kəs bilmir. Biz zahirə baxırıq, batinə baxmırıq. Ola bilər ki, sənin o kafir dediyin, müşrik dediyin, münafiq dediyin adam dilində bəlkə də o cür deyir, amma sonra tövbə edir və sənin bundan xəbərin yoxdur. Hələ bu azmış kimi sən Resulullah sallallahu aleyhi ve sellem yoluna da xəyanət etmiş olursan. Necə xəyanət etmiş olursan? Resulullah sallallahu aleyhi ve sellem bir hədisində buyurulur, Həzrət Ömər və Ömər bin Hişam, yəni iki Ömərdən birini İslamla, ya Allah, ya Rabbi, iki Ömərdən birini İslamla izzətləndir, şərəfləndir deyə dua edir. İki Ömərdən biri, həmin Ömərdən biri də Ömər bin Əl-Xəttabdır. Baxın qardaşlar, nə qədər belə hadisələr var. Resulullah sallallahu aleyhi ve sellem İslamın izzətlənməsi üçün, İslamın daha çox yayılması üçün Allah'a dua edir. Allah'a dua edir, həmin kəslərdən birini İslamla izzətləndirsin, şərəfləndirsin deyə. Siz isə biri sizə gəlib yaxın dursa ki, məsəl üçün mənə səni müsəlman görür, səni mömin görür, sənə qayıdıb deyir ki, sən Allaha yaxın birisən, mən səni belə bilirəm. Baxın, Allah subhanahu ta'ala səni ona necə göstərib. Sən ona desən ki, yox, məsələn, mən sənin üçün dua etmirəm, o nə fikirləşər bu barədə? Əksinə, sən onun üçün dua et, onun üçün hidayət istə, onun islah olunmasını istə, onun duasını da dua et, amma onun dua istəyini də sən qəbul elə, amma ondan sonra Allah üçün dua et ki, Allahım, ona bu ruzini yetir, amma ona bu ruzini o cür yetir ki, o sənə yönəlsin və sənə iman etsin. Həqiqətən Resulullah sallallahu aleyhi ve sellem həyatı bizim üçün örnəkdir. Qardaşlar, nifrəti artırmayaq. İslam sevgi dinidir, barış dinidir. Bəli, İslam həm də cihad dinidir. İslam həm də təkfir etmək də var, amma hal-hazırda siz bunu elə bir həddə gətirmişsiniz ki, insanlar artıq nifrət edir. Qardaş, nifrət edir. Hətta görün nə həddə çatmışıq ki, YouTube'da biri çıxıb o birisinə deyirsən filan yerdə səhv elədi. Səhvini axtarır. Fikir verin, səhvini axtarır. O boyda düzünü qoyur bir qırağa, bütün dərsinə qulaq asıb, bütün onun yazılarını orada oxuyub, orada səhv axtarır. Halbuki müsəlmanın əxlaqı ondadır ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur, müsəlman bir müsəlmanda eyib görməz, ona xəyanət etməz, onda qüsur axtarmaz. Biz isə bunu, nə bilim, çox belə adiləşdirmişik, elə bil ki, belə də olmalıdır. Sanki özü o qədər düzdür, qarşıdakında səhv axtarır. Subhanallah. Allah sizi də, bizi də islah və hidayət etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.